Ən böyük xəyal qırıqlığı. Mən Berlində çox daha belə fəal, canlı bir şəhər kimi Ən böyük gözləyirdim. xəyal Yəni biz düzdür qırıqlığı. Christmas Aha, ərəfəsində okey. getdik, çatdıq. Amma yəni yenə də mənim üçün xəyal qırıqlığı idi, yəni Berlin. Mənə görə ən böyük xəyal qırıqlığı Praqa idi. Mən çünki Praqa barəsində belə fikirlərim çox fərqli idi. Amma ki o deyil. Mənə görə xəyal qırıqlığı planladığımız qədər çox əylənməməyimiz. Mən daha çox əylənəcəyimizi gözləmişdim. Çox səbəbləri vardı əslində, belə soyuq olması, nə bilim, çox yəni açıq olması və Amma s. və s. məncə O biraz mənim üçün xəyal qırıqlığı Yes. oldu. Mən belə full əylənmək, çox içib belə küçələrdə gəzib, nə bilim, belə o çılğınlıq istəyirdim, amma olmadı. Hər nə qədər çox da əylənə bilmədik desəz də mən bunu haqsızlıq olaraq qəbul edirəm. Yox, əylənmədik demirəm. Mən o düşündüyüm qədər çox əylənmədim. Yəni də Yəni mənim əyləncə anlayışım insan həmişə yüksəkdir də. düşündüyü qədər olmur da.